Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Binəqədi yolun üstündə, Binəqədidə düz yolun qırağında, gördüyünüz kimi qapının ağzına asfalt olan ərazidə 2 otaqlı, tam təmirli, əşyalı bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizin nəzərinizə çatdıracağım. Gördüyünüz kimi, bax, bu evin çöldən görünüş hissəsidir. Gördüyünüz kimi, həyətyanın qabaq hissəsi hamısı asfaltdır. Şəhərə getmək üçün əlverişli yerdə yerləşir, yolun düz qırağındadır. Keçən də evin əsas özü ilə tanış olaq, çölün hissəsi ilə tanış olduq. Buradan giriş hissəsində paltar sərmək üçün belə bir balaca bir yeri var. Kombi sistemindən təchiz olunub, gördüyünüz kimi, hörmətli izləyicilər. Buradan daxil oluruq, giririk evin içinə. Girən kimi ev dəhliz sistemindədir. Solda, bax, belə bir mətbəxdir. Bütün evdə nə varsa hamımız evin içində qalır. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Gördüyünüz kimi, bura mətbəx hissəsidir. Bura sanuzel hissəsidir. Gördüyünüz kimi də təmiri qaydasında. Sağda burada qonaq otağıdır. Evdə nə varsa, hörmətli izləyicilər, evin içində qalacaq. Hal-hazırda kirayə verilib, amma hal-hazırda ev satışdadır. Gördüyünüz kimi də evin bura görünüş hissəsi qonaq otağıdır. 2 otaqlıdır. Burada, hörmətli izləyicilər, bir yataq otağıdır. Xudmani balaca bir yataq otağıdır. Gənc ailə üçün uyğun olan bir evdir. Demək, kombi sistemi ilə təchiz olunub. Qaz, su, işıq hamısı qaydasındadır. Sənəd, demək, qeydiyyat, propiska göstərən, yəni köməkli göstərir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməkli göstərə bilərik, hörmətli izləyicilər. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əma səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları yenidən, kodları götürmək yaddan çıxmasın. Zəng vuran zaman ev Binəqədidə yola yaxın ərazidə qaz, su, işıq hamısı qaydasındadır. Evdə nə varsa hamısı evin içində qalacaq. Hal-hazırda kimsə istəsə, kiraya alası olsa, kirayəsini vermək üçün istəsə, yəni hal-hazırda kirasında içində var. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Demək, evin qiyməti də 42.500 start qiymətdir. Real alıcı olsa, indirimi nə olacaq? Ev sahibinin özü ilə danışacaqsınız. Son sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin. Allah satana da xeyir versin. Gördüyünüz kimi evi təzdən yenə də təkrar çəkirəm ki, kombi sistemidir. Giriş hissəsidir. Bu da evin bir hissəsində, evin giriş hissəsindədir. Burada balaca bir paltar sərmək üçün